Borderline haqqında təxminən nələr dedik? Ya 0 ya 100'dür. Baxışı ağdır ya da qaradır. Aha. İmpulsiv hərəkətlərlə. Ani patlamalar, ani qərarlar, ani sevgilər, ani aqressiyalar. Borderline-da intihar əlamətləri 5 simptomdan biri sayılmamalıdır. O nağd qoymalısınız onu qırağa. O olmalıdır. Geyim tərzini siz şizofreniyanı görə bilərsiniz. Təxmin edə bilərsiniz ki, yolunda gitməyə nələrsə var. Yay fəslində qış geyimi ilə gələn şizofrenik xəstələr ola bilər. Yenə də bunun bu formada geymək məndə bir sual işarəsi yaratmalıdır ki, niyə görə bu belə geyinir? Bir-biri ilə əlaqəsiz şəkildə. Konsultasiya zamanı sual verirsən ki, neçə yaşındasınız? Deyir ki, 25. Amma sən baxımda deyirsən ki, bu məsələn 50 yaş vermək olar buna. Boşandılar, tez başlayıb birini axtarmağa. Kiməsə yapışmaq istəyir. Oksigen yoxdur. Neyini tez əl atır ki, hava, nəfəs. Ağzı belədir, bu sökənib buna. İndi bunun divarı aşsa nə baş verər?